Şokolad və şirniyyatlardan istifadə etməyəndə özümü çox pis hiss edirəm. Bədənimdə nə baş verir? Mən bu sualı cavablayım, sizsə videomu yadda saxlayıb kanalımı izləməyi unutmayın. Əslində burada şokoladın və şirniyyatların tərkibində olan şəkərə fikir vermək lazımdır. Bu hal sizin bədəninizdə karbohidrat mübadiləsinin pozulmasından bağlıdır. Şokoladı yeyirsiniz və şokoladın tərkibində bol miqdarda şəkər olduğu üçün qan şəkəriniz çox yüksək səviyyələrə qədər qalxır. Bu qədər şəkər qəbul etmək bədənimiz üçün ölümcül bir təsirə malik olduğu üçün bədənimizdə insulin adlı bir hormon var. İnsulin hormonunun əsas vəzifəsi qanda olan şəkəri, yəni enerjini, glukozanı hüceyrələrə daşımaqdır. Və siz həmin şokoladı yedikdə qan şəkəriniz pik səviyyələrə çatır və insulin hormonu məcbur olur ki, həmin qanla həmin şəkəri təmizləsin. Və qan şəkəriniz nə qədər sürətli şəkildə qalxdısa, o qədər sürətli şəkildə də aşağı enəcək. Bu hal hipoglikemiya adlanır. Yəni qan şəkərinin lazımından daha aşağı səviyyələrə düşməsi. Və bu zaman insan özünü pis hiss eləyir, halsız olur, başı gicəllənir və yenidən yeni bir doz şokolada ehtiyac duyur ki, yenidən özünü yaxşı hiss eləsin.